Plov, bozbaş, dolma, kabab, müxtəlif salatlar, şirniyyatlar və meyvələr təqdim olunur. Bəzi hallarda isə menyular toy süfrələrini xatırladır. Son vaxtlar yas mərasimlərində təşkil olunan ehsan süfrələrində bu mənzərəyə mütəmadi rast gəlinir. Mərasim evlərində bir nəfər üçün menyu qiymətləri təqdim olunan yeməklərin sayından və növündən asılı olaraq 15-30 manat, bəzi hallarda isə daha yüksək məbləğlərə çatır. Nəticədə ailələr bir neçə günlük mərasim üçün minlərlə manat xərcləməli olurlar. Yas mərasimləri uzun illərdir formalaşmış adət-ənənələr üzərində qurulub. Lakin son dövrlər bu mərasimlərdə açılan süfrələrin zənginliyi, menyuların müxtəlifliyi və yüksək qiymətlər cəmiyyətdə müzakirələrə səbəb olur. Necə deyərlər, artıq yas süfrələri vəfat edən şəxsin xatirəsini yad etməkdən çox maddi yükə və israfa çevrilib. Qardaş, aşkara ilə 14 eləyərik, xaçlama ilə 15-ə. Hər şey, pomidorı, xiyarı, sveçsi, pendiri, göyərtisi, qoğalı, kətəsi, doyğası, noğulu, xurması, konfeti, qəndi. 120 nəfər olacaq qardaş 15 manatdan. Çaydır, xurma, limon, araq hisli, marmalatlı, quru meyvədir, konfet, şokolad, halva, qoğal, kətə. Bölgələrdə bu süfrələri açmaq üçün sərf olunan məbləğə mağar, stol-stul, qab-qacaq xərcləri də əlavə olunur. Tovuzda xeyirşər mağarlarının kirayəsi ilə məşğul olan inzibatçılar deyirlər ki, hazırda ötən illərlə müqayisədə 60-70 manat bahalaşma var. Mağar qiymətləri rəhmətə gedən gündən 7-sinə qədər 450-500 manat civarında hesablanır. Qab-qaşıq, stolu, hər bir şey daxil. 40 günü 200-250 manat arasında belə. Ofisiant xidməti ehtiyac olunursa olunur, çayçısı da ehtiyac olunursa da olunur. Onların qiyməti yəni danışıqla asılıdır. O qabyanın özlərinin dediyi qiymət var, çayçının öz dediyi qiymət var, ofisiantın öz dediyi qiymət var. 15-20 manat arasında belə dəyişir onlarda. İlahiyyatçı Tural İrfan hesab edir ki, yas mərasimləri dəbdəbə yarışına çevrilməməlidir. Əsas diqqətin mərhumun ruhuna dualara və insanlara təsəlli verməyə yönəlməsi daha məqsədə uyğundur. Ailənin borca düşməsi və ya maddi sıxıntı yaşaması isə dini və mənəvi baxımdan doğru deyil. İslam dininə görə yas mərasimi, yas süfrəsi, ehsan məclisi deyə bir anlayış yoxdur. Amma təbii ki, bu zaman etibarilə bir ənənə formasını alıb, son vaxtlarda xüsusilə bir israf həddinə gəlib satıbdır. Dəbdəbəli, təmtəraqlı yas mərasimləri və menyular təqdim olunur. Bunlar düzgün deyil. İsrafçılıq baxımından əhalinin, insanların ağır bir vəziyyətində həmin yas məclisi qurmaq çətinliyi yaranır ki, bu düzgün deyil. Son vaxtlar əsasən mərasim evlərində, bu şəhər yerlərində belə bir toy məclisləri kimi məclislər qurulur və orada müxtəlif menyular təqdim olunur. Bu da təbii ki, düzgün deyil. İndi bununla əlaqədar aidiyyatı qurumlar iş aparmalıdır, qanun qəbul olunmalıdır. Bununla bağlı mən hesab edirəm ki. Məsələ təkcə qiymətlərlə bitmir. Yaz süfrələrində verilən yeməklərin böyük bir hissəsi yeyilmədən qalır və tullantıya çevrilir. Bu isə maddi baxımdan israf kimi qiymətləndirilir. İlahiyyatçı qeyd edir ki, yaz mərasimlərində israfın qarşısını almaq üçün həm ictimai qınaq, həm də maarifləndirmə vacibdir. Əks halda ənənə adı altında formalaşan bu maddi yük bir çox ailələr üçün ağır sosial problem olaraq qalacaq. Ayşən Sərdar qızı, Cümşüd Məmmədov, Cəfər Qasımov, Xəbər Ertəsi.